Hello, yeni ilinizi təbrik edirəm. İnşallah hamı üçün uğurlu, gözəl keçər. Köhnə bağlarımızdan, bizə zərər verən bağlardan bu il uzaqlaşarıq və daha gözəl bir reallığa açılarıq. Instagramda story'də bir şey paylaşmışdım. Xaç story'si paylaşmışdım ki, xaç qadın sağlamlığı üçün həqiqətən çox yaxşı bir qidadır. Çünki içində kollajen var, jelatin var, hansı ki sizin dərinizə, bağırsaq sağlamlığınıza çox böyük xeyir bəxş eləyir. Çünki biz hal-hazırda elə bir dövrdə yaşayırıq ki, lazımlı qidaları, lazımlı vitaminləri, mineralları biz normal qidalardan ala bilmirik. Çünki o qədər paketli qidalardan istifadə edirik ki, bunlar zəhər kimi bir şeydir də. Mən özüm də, yəni məcbur oluram tez hazırlanan qidaları yeyirəm işte məsələn. Ya ürəyim istəyir şirniyyatdır filan. Amma çalışıram bu balansı saxlayım. Və istəyəcəksiniz ki, mən hardan bilim ki, məndə nə əksiyidir? Çünki kör-körana gedib qida əlavəsi alıb, vitamin alıb içməyi tövsiyə eləmirəm. Gedirsiniz həkimə, qanınızı yoxladırsınız. Qanınızda nə əksik çıxırsa, onları bərpa eləməyə çalışırsınız. Yəni bu qədər bəsit, asandır əslində. Amma bundan əlavə artıq uzun müddətdir ki, içərdən özünüzü dəstək eləməyə öyrəşmisinizsə, artıq gedib yoxlatmadan da çox şey bilmək olur. Məsələn, mən qan əksiliğim, dəmir əksiliğim olanda səhər duranda məsələn yataqdan gözlərim qaralır, başım fırlanır, çox üşüyürəm, ekstra bir üşümə gəlir mənə. Bilirəm ki, onda qanım azalıb, dəmir əksiliğim var və gedirəm dəmir alıram, dəmir içirəm və görürəm ki, bu simptomlar artıq keçir. Belə şeylərə yəni fikir verməyə lazımdır. Gedib üzünüzə somon DNA-sı da vurdura bilərsiniz, botoks da eləyə bilərsiniz. Təbii ki, bunun verdiyi xeyir ayrıdır. O da ekstra bir gözəllik qata bilərsiniz. Amma içərdən siz özünüzə dəstək vermədikcə heç bir şey sizə ekstra bir effekt verməyəcək. Və bunun üçün də ən əsas lazımdır ki, siz bağırsaq sağlığınızı qoruyasınız. Əgər bağırsağınız yaxşı işləmirsə, buna biz bağırsağa eyni zamanda ikinci beyin deyilir də, bilirsiniz. Bağırsaq yaxşı işləmirsə, siz nə qəbul etsəniz də, o sizin bədəninizə sorulmayacaq. Telefonu qoymağa bir yer tapmadım, ona görə əlimdə saxlayıram, üzürlü sayını titrəyirsə. Ona görə, bax, xaşı mən niyə yeyirəm? Ən əsası dərimə olan xeyirdən əlavə içində jelatin var. Hansı ki, bağırsaq florasına çox gözəl təsir eləyir. Yediyin şeylər daha tez həzm olunur, bədənə sovrulur. Ona görə mən çalışıram ki, bağırsağımı həmişə normada saxlayım. Hətta bir dənə rus alim var idi, adı yadımda deyil qəti, bir kitabı var idi ki, xəstəliklərin mənəvi səbəbləri. Məsələn, qəbizli yaşayan insanlarda adətən həyatlarında buraxa bilmədikləri, tutub saxladıqları, onlara zərər verən mənəvi şeylər olur. Təbii ki, mən demirəm ki, üzə çıxan bütün xəstəlikləri bu şəkildə dəyərləndirin. İlk olaraq gedirsiniz həkimə, elmlə bu problemi həllini tapırsınız. Daha sonra bunun mənəvi tərəfini də tapmaq, araşdırmaq lazımdır ki, bu təzədən baş verməsin. Belə bir misal çəkim. Təyyarə biləşikdə işləyən zamanlar mənim onurğamın aşağı hissəsində, kuyruq sokumu deyir türklər ora, belimin aşağı hissəsində çox dözülməz, dəhşət bir ağrı olurdu. Hətta yəni mən otura bilmirdim, yeriyə bilmirdim. Sadəcə düppədüz uzananda məncə rahatlıq tapırdım. Getdim birinci həkimə təbii olaraq, getdim MR çəkdirdim, rentgen elədim ki, nə problem var, tapsınlar. Bəlkə qrıja yaranıb, bəlkə sürüşmə olub. Həkim dedi ki, disklərdə biraz sürüşmə var. Ona görə də fizioterapiyaya yazdı məni. Okey, getdim. Ağrı biraz azaldı, amma tamamilə getdi deyə bilmərəm. Çünki mən bunun mənəvi tərəfini fikirləşməmişdim. Oturub bunun mənəvi tərəfinə də baxdım ki, insanın aşağı tərəfi, belin aşağı tərəfi niyə ağrıya bilər? Bu adətən dəstək əksikliyi, finansal, necə deyim, finansal problemlər də baş verir. Finansal olaraq özünü zəif hiss eləyəndə, dəstək olunmamış hiss eləyəndə bu baş verir. Həmin tərəfə mənim atam da rəhmətə getmişdi deyənə ekstra olaraq özümü tək və məsuliyyət altında hiss eləyirdim.
Hal-hazırda finansal vəziyyətim həmənki ərəfə ilə eynidir. Heç bir dəyişikliyi yoxdur. Amma mənim hal-hazırda elə bir ağrım yoxdur. Çünki mən bunun üzərində də işlədim. Mən özümə meditasiyalarla təlqin elədim ki, ekstra bir məsuliyyət altına girməyimə ehtiyac yoxdur. Mənim varlığım kifayətdir. Mən yetəri qədər pul qazanıram, mən özümü dəstəkləyirəm. Məsələn, borc enerjisi də belə çox ağrı verir. Bu dəqiqə bir çox insan Azərbaycanda bu tip ağrıları olur. Çünki əksəriyyətimizin banka filan borcları var. Bu mənəvi olaraq yükdür insana. Necə ki, insanın belinə nəsə qoyursan, o sənin belinə ağrı verir, bu həmən şeydir. Sən mənəvi olaraq o ağrını çəkəndə, bədən də özünü o ağrını çəkən insanın bədən vəziyyətinə gətirir. Məsələn, mən pilates müəlliməsiyəm. Mənə tələbələr gəlir. Çox cavan qızlardır, gözəl figuraları var, arıqdılar, superdirlər, amma çiyinləri belədir. Çiyinləri yapışdırırlar, gətirirlər qulağa. Və onlara soruşuram ki, çox məsuliyyət altındasan, çox yük altında hiss edirsən özünü. Çünki hərəkətləri məsələn deyirəm ki, çiynini aşağı sal, qulağı sıxma, sala bilir. Deməli, sən bunu bacara bilirsən. Amma o qədər mənəvi olaraq öyrəşiblər ki, o gücün altında qalmağa, çiyin gəlir, çıxır qulağa kimi belə. Boş buraxa bilmirlər. Necə ki, o ağır yük daşıyan insanlar olur, belində ağır sumka falan daşıyanda çiyinin istər-istəməz qabağa gəlir. Bu həmən effekt yaranır burada da. Çalışıram ki, pilateslə təbii ki də kömək eləyim, o problemi fiziki olaraq azaldım, amma mənəvi olaraq bunun üzərində işləmədikcə bu tam olaraq yox olmur. İkisini birləşdirmək lazımdır. Həm fiziki dəstək, həm mənəvi dəstək. İkisini bir yerdə eləmək lazımdır. Mənim o belim ağrıyan ərəfə həm fizioterapiyama da gedirdim, həm pilatesimə də gedirdim, həm masaja da gedirdim, amma eyni zamanda meditasiyalar da eləyirdim. Özümü bu yükün altından çıxartmağa çalışırdım. Əslində bunlar illüziyadır. Çünki bu yükü sən özünə yaradırsan. Yəni əslində kimsə sənin boynuna bir şey qoymur. Qoysa belə, yəni bu sözdə qoyulan bir şeydir. Kişilərdə məsələn çox olur, ailə yükü, pul qazanmalıyam, qazanmasam nə olacaq, arvad uşaq evdə, anam, atam, dəstək olmalıyam. Yəni bu tip mənəvi yüklər özlərinə verirlər, amma ehtiyac yoxdur buna. Çünki sən bu yükü verəndə sənin yükün azalmır. Və bir çox xəstəliyin bu şəkildə əslində mənəvi səbəbləri var. Bu Rus alimin kitabında içərdən qida olaraq, fizioloji olaraq özümüzə dəstək verək, həm də çöldən özümüzə dəstək verək. Saçlar tökülürsə, dəridə problem yaranırsa, gedib maska alıb qoya bilərsən, gedib saçva baxım elətdirə bilərsən, amma içərdən sən özünə heç cür bir dəstək vermirsənsə, qəlbivə heç cür dəstək vermirsənsə, o saç yenə töküləcək, o dəri yenə pis günə düşəcək. Bu sadəcə müvəqqəti bir bərpa halına gələcək. Çalışın siz qidanıza, bədəninizə nə göndərdiyinizə, bağırsağınıza nə göndərdiyinizə fikir verin. Və bundan əlavə öz şuurunuzla işləyin, beyninizlə işləyin. Nə çatışmır burada? Özünüzə çöldən bir göz kimi baxın ki, əgər mən çöldən bir göz olsaydım və bu qıza, bu oğlana baxsaydım, deyərdim ki, nə əksikdir, ya nə bunda çatışmır. Bunu tapmağa çalışın. Çox vaxt bizim gözlə gördüyümüz şey sadəcə buzdağının görünən tərəfidir. Amma problemin kökü o buzdağının görünməyən hissəsindədir. Biz ora gedib əsas problemin kökünü tapıb həll eləməliyik. Məsələn, xaş story'mə çox adam yazıb ki, ay xaş yeyirsən, xaşı necə yeyirsən, xaş dadsız bir şeydir, ya nə bilim belə xəyal qırıqlıq emojiləri atırlar ki, səndən gözləməzdim filan. Mən onu dadı görə yemirəm. Yəni xaşın dadını demək olar ki, xoşlamıram əslində, xoşuma gəlmir yəni. Amma onun verdiyi xeyri, qidanın verdiyi mənə xeyri, vitamininə görə onu mən yeyirəm. Belə də ki, dadı tolerə edilə bilən bir şeydir. Düzdür, məndə də yemək seçiciliyi var. Məsələn, bibər mən sevmirəm yeməyin içində, heç sevmirəm də. Ancaq onda yeyərəm ki, onu blenderdan keçirsinlər, mən onu hiss eləməyim. Ancaq elə yeyə bilirəm. Tolerə edə bilmirəm. Baxmayaraq ki, bibər də çox xeyirli bir şeydir. Amma çalışıram bibərin verdiyi xeyri başqa şeylərdən alım. Yenə dediyim kimi, biz artıq uşaq deyilik. Uşaq vaxtda hər şeyi dada görə ayırırdıq, öz zövqümüzə görə ayırırdıq. Amma artıq yetişkin insanlarıq və biz
artıq oturub yetişkin insan kimi baxmalıyıq ki, bizə nə xeyir verir və nə vermir. Və ona uyğun seçicilik eləməliyik. Mən xaşı çox sevirəm. İçindəki jelatinə görə, kollajenə görə, mənə sümük sağlamlığıma görə, əzələ sağlamlığına görə, verdiyi enerjiyə görə mən çox sevirəm. Baxmayaraq ki, çox kalorili bir yeməkdir, amma xeyri çoxdur. Digər yeməkləri də yəni bu şəkildə dəyərləndirmək lazımdır. Qidaları bu şəkildə dəyərləndirmək lazımdır. Məndə əksik olan nəyi tamamlayır bu qida? Mən bu şəkildə, bu məntiqlə insanlarda belə yanaşıram. Necə? Yəni demirəm ki, insanlardan istifadə etmək lazımdır. Onları sırf verdikləri xeyrə görə həyatda saxlamaq lazımdır. Xeyr. Mən dostumdan gözləmirəm ki, mənə nəsə bir xeyir versin. Amma gözləyirəm ki, biz bir-birimizə nəsə qata bilək. Mənə zərər verməsin. Məndən enerjimi alıb məni əksik hiss elətdirməsin, məni dəyərsiz hiss elətdirməsin. Mənəvi məsələləri də qidaya necə yaxınlaşıramsa, elə yaxınlaşıram. 2026-da da məsələn dedim ki, məndən sırf alıb heç bir şey mənə qatmayan münasibətləri sonlandırıram. Daim mənə əksik, dəyərsiz hiss elətdirən insanları həyatımdan çıxardıram. Əgər o insan mənim həyatımda olmalıdırsa, yanımda da olacaq. Hal-hazırda yanım boşdur. Və biz hər şeyin axırında insanıq. Bir-birimizə kömək eləməliyik, bir-birimizə bir şeylər qatmalıyıq, öyrənməliyik, almalıyıq. Yaradandır ki, səndən heç nə tələb eləmir və səni koşulsuz bir şəkildə sevir. Analarımız da eyni şəkildə məsələn. Amma yəni sırf qarşılıqlı xeyir mübadiləsində olan münasibətlərdə pisdir deyə bir şey yoxdur. Sən ona bir şey öyrədərsən, o sənə bir şey öyrədər. Necə ki, mən bu videonu çəkirəm, sən buna baxırsan, mən tanımıram belə səni bəlkə də. Sən buradan bir şey öyrənirsən və sən gedib bunu kiməsə deyirsən, kiməsə xeyir verirsən, ona öyrədirsən. Zəncirvari bir şəkildə biz daim bir-birimizə ehtiyacımız var, bir-birimizə daim bu şəkildə xidmət eləyirik. Bunda pis heç nə yoxdur. Ən əsası da mənim ən gözəl fəlsəfəm, hər şey yaradanın kontrolu altındadır. İstəyirsən inan, istəyirsən inanma, amma bil ki, iki şey ayrılır bir çox şey. Sənin əlində olan şeylər, əlində olmayan şeylər. Əlində olan şeyi rahatlıqla dəyişə bilərsən. Əlindədirsə əgər bu problem, sən bunu dəyişə bilərsən, manipulasiya edə bilərsən, istədiyin cür fırada bilərsən. Amma əgər əlində deyilsə, bırax getsin. Çünki sən eləyəcəyin burada heç nə yoxdur, ancaq özünə əziyyət verəcəksən fikirləşib. Ona görə mən yaradana buraxıram, yaradanın kontroluna buraxıram, kontrol edə bilmədiyim şeyləri təbii ki də yaradan həll eləyəcək deyib oturmaq düzgün deyil. Əgər bir şey istəyirsənsə, onun üçün çalışmalısan, etməlisən bir şeylər. Bu şəkildə huzur içində yaşayıram, andan zövq alıram, həyatdan zövq alıram. Həyata ilk dəfə gəlmiş bir uşaq kimi dünyaya baxmağa çalışıram. Məsələn, ətrafım qardır. İlk dəfə qar görmüş kimi elə özüm xoşbəxt hiss eləyirəm ki, qarı əlimə alanda, toxunanda necə gözəldir də təbiət. Təbiətin içində olmaq necə gözəldir. Şükran içindəyəm. Çalışın, əlinizdə olduqlarınızın dəyərini bilin və bunu artırmağa çalışın. Bunu saxlamağa çalışın. İtirmə qorxusu ilə yox. Bolluq enerjisi ilə artırmağa çalışın. Bir də bir çox insandan eşidirəm ki, bəs özümü geridə qalmış hiss edirəm, gecikmiş hiss edirəm, yaşlılarım nələr eləyir. Mən hələ yerimdə sayıram. Mən də belə hiss edirəm arada, amma daha sonra özümlə söhbət eləyəndə bu hiss məndən gedir. Çünki zamanlama deyilən bir şey var. Hər kəsin öz zamanlaması var. Məsələn, olur ki, mənim yaşıdlarım əksəriyyəti evlənib, artıq uşaqları filan da var hətta, məndə heç biri yoxdur da, amma o onun zamanlamasıdır. Elə insan var ki, 20 yaşında evlənir, uşağı da olur, varlanır, milyoner olur birdən-birə, amma 30 yaşında ölür. Elə insan var 40-dan sonra o istədiyi həyatı tapır, özünü tapır, ruhunun istədiyini tapır və bu illərlə belə davam edir. Soyuqdan burnum axdı. Yəni zamanlamanıza güvənin və özünüzü heç kimlə müqayisə eləməyin bu barədə. Hər kəsin öz vaxtı var, zamanı var. Bunu niyə dedim? Video ilə necəsinə əlaqəsi var. Çünki
Bu tip mənəvi yüklər insanı geriyə salır. Bizim fiziki görünüşümüzə də effekt verir. Məsələn, mən depressiyada olanda ya özümü xoşbəxt hiss eləməyəndə üzüm gözüm şişir, gözlərim asimetriya yaranır gözlərimdə. Daha sonra nə bilim saçlarım tökülür, dərim pis günə düşür. Bu tip şeyləri mən görürəm özümdə, müşahidə edə bilirəm deyənə. Artıq yönəlirəm bunu mənəvi tərəfinə. Mənə nədir belə hiss elətdirən və çalışıram mənə bu hiss elətdirən şeyləri həyatımdan çıxardım. Özümü azad eləyim bundan. Bunu görməzdən gəlmirəm ha. Görməzdən gəlmə ayrı şeydir. Bunu yaşamalıyam, görməliyəm, baxmalıyam. Problemin gözünün içinə baxıram və soruşuram, nədir sənin məndən alıb verə bilmədiyin? Və bu şəkildə külək kimi o emosiyalar gəlir və gedir. Gecənin, hər bir gecənin bir səhəri var. Üzümə vuran günəş kimi. Ona görə emosiyalarda belə çox ciddi almaq lazım deyil. Çoxsu hormonaldır. Adətən çoxsu öz şuuraltımızda olan hadisələrdir. Şuuraltımızı daha yaxşı başa düşməyimiz üçün bizə əslində qabağımıza bir imtahan kimi verilir. Bir oyun kimi fikirləşin bunu. Yəni oyunda levellər atlayırsınız, öyrənirsiniz. Nə bilim bir şeylər toplayırsınız, silahlar toplayırsınız ki, keçə bilərsiniz leveli. Bu da elə bir şeydir əslində. Bu da elə bir şeydir əslində, yəni məncə. Və düşünməyin ki, yəni həyatın mənası çox böyük şeylərdədir. Elə öyrənməli olduğunuz şeylər bu balaca addımlardadır, bu balaca şeylərdədir. İşə gedib gəlməkdədir, işdəki o mənasız gördüyünüz hadisələrdədir, münasibətlərdədir. Hamısı bunların içində balaca gizlənir və siz o hədiyyələri toplayırsınız, öyrəndiyiniz şeyləri və daha sonra daha böyük bir şeydə istifadə edirsiniz. Videom bu qədər. Çox sağ olun izlədiyinizə görə. Biraz sallantılı bir video oldu. Sağ olun. Bu arada bəyənməyi, abunə olmağı unutmayın. Heç bəyənmirəm bu etkiləşimləri.